Sabahın xeyir Azərbaycan. Bu günlər biz kəsmikli və spanaqlı omlet hazırlayacağıq. Biz 2 tavanı hazırladıq ki, biraz isinsin. İndi isə spanağı doğramaq lazımdır. Biraz hər iki tavanı yağlayırıq. Bir tavada çörəyi qızardacağıq. O birisi tavada isə kəsmik. Bizim çörəklərimiz hazırdır. Bunu qırağa qoyuruq ki, yanmasın. Kəsmik həll olunur, əriyir və biz onun üzərinə spanaq əlavə edirik. Çox qəşəng görsənir. Yumurta. Duz əlavə edirik və pul biber. Yumurtanı əlavə edirik spanağın üzərinə. Kəsmiyin üzərinə. Biraz pendir lazım olacaq. Böyük rəndədən keçirdirik. Kəsmikli omletimizi çörəyin üzərinə qoyduq. Bu, hətta deyərdim ki, brusketə də oxşuyur. Siz də mütləq bunu hazırlayın, dadına baxın. Çox qəşəngdir. Sağlam bir səhər yeməyi sayılır. Mən də dadına baxın mütləq. Sonra tərifləyim. Eşidirsiniz də.